İranla Amerika arasında məhdud atışmalar baş verir. Hörmüz boğazında qarşıdurmalar get-gedə şiddətlənir. Sual isə budur. Əgər atəşkəs varsa, bəs bu qarşıdurmaların səbəbi nədir? Məsələlərin həqiqətini və pərdə arxasını açıqlamaq istəyirəm. Sona qədər izləyin. Salam əleykum əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Əzadarlıqlarınız, taat ibadətləriniz bu Məhərrəm ayında inşallah ki, ali dərəcədə qəbul olsun. Bildiğiniz kimi İranla Amerika arasında bir memorandum imzalandı. Onun hakkında ətraflı və geniş söhbətlər etdik və bu söhbətdə əsasən 3 məsələyə toxunmaq istəyirəm. Bir, bu memorandum haqqında və bu memorandumun imzalanması və mahiyyəti haqqında çoxlu danışmışıq, amma hələ də bəziləri buna xəyanət adlandırırlar, bunu İranın məğlubiyyəti kimi qələm almaq istəyirlər, bəziləri hələ də öz iddialarından geri çəkilmirlər. Onlara bəzi cavablar vermək istəyirəm. Amma əsas diqqəti Hörmüz boğazına və orada baş verən qarşıdurmalara yönəldək və görək ki, ümumiyyətlə bu qarşıdurmalar nəyə görədir? Baxın, memorandumun imzalanmasına biz baxanda orada bir qeyd var və Hörmüz boğazında ticarət gəmilərinin keçidinə işarə vurur ki, 5-ci maddədir orada və İran İslam Respublikası maksimum səylə Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə ticarət gəmilərinin təhlükəsiz keçidi üçün yalnız, baxın burada yalnız sözü, İngiliscədə only sözü məhz burada istifadə olunur ki, çox mübahisəli bir mövzudur bu. 60 gün müddətində və ödənişsiz əsasda müvafiq tədbirlər görəcək. Və burada qeyd olunur ki, İranın tərtibatlı və İranın elan etdiyi qayda və qanunlarla bu gəmilərə keçid icazə veriləcək. Yəni, İranın bu müharibədə əsasən də ən prinsipli mövzularından da biri sırf bu Hörmüz boğazındaydı. Və necə ki, ali məqamlı rəhbər də dəfələrlə işarə etmişdi ki, Hörmüz boğazı müharibədən öncəki vəziyyətə geri dönməyəcək. Hansı ki, Amerikanların tam istəkləri budur və Hörmüz boğazını tam şəkildə müharibədən öncəki vəziyyətə geri qaytarmaq istəyirlər. Müharibədən qabaq necə idi? Bütün gəmilər oradan rahat keçə bilirdilər, heç bir vergi yox idi, heç bir nəzarət yox idi, hərbi gəmilər də oradan keçə bilirdilər. Necə ki, bilirsiniz də, Bəhreyndə Amerikanın 5-ci donanma qərargahının mərkəzidir ki, hərbi gəmilər, hətta təyyar daşıyan Amerikan gəmiləri də oradan keçirdilər və heç bir problem yox idi və heç bir maneə onlar üçün yox idi. Bu artıq keçmişdə qaldı. İran deyir ki, bu müharibədən öncəki o vəziyyət heç vaxt daha təkrarlanmayacaq. Amerika isə bütün səyini və təlaşını edir ki, müharibədən əvvəlki vəziyyəti Hörmüz boğazında hakim etsin. Hörmüz boğazında hal-hazırda o əsas və mərkəzi tranzit yolu ki var idi və həmişə oradan keçiddə istifadə olurdu. Hal-hazırda bağlıdır. Texniki səbəblərə görə İran tərəfindən oranın minalanmağı səbəbləri açıqlanır və İranın yeni koridor və yeni bir marşrutu ki təyin olunub, yalnız oradan keçid icazəsi var. O da İranın sahillərinə yaxın olan bir tranzit yoldur. İranın sahillərinə yaxın Larək adasının şimalından Hörmüz boğazına daxil olmağa icazə verilir və cənub sahillərindən isə xaric olmağa İran icazə verir və bu vasitələ də bütün gəmiləri öz sularında dəqiq nəzarət edə bilir. Hansı gəmilər, hansı ölkələrə və nələrə bağlı olduğunu da oradan tam şəkildə kontrol edə bilir. Və Amerikanlar nə etdilər? Baxın, bir hilə var. Mən gördüm ki, bəziləri çox gülməli bir iddialar edirlər. Yəni, gülməli deyirlər, həqiqətən gülməlidir. Yəni, başqa bir ad qoymaq olmaz. Buna deyirlər ki, Əraksi getdi Ommana, Ommanla danışdı ki, Hörmüz boğazından pul alma. Omman da dedi, yaxşı, Əraksi, sən dedin deyə pul almayacam. Bununla da Hörmüz boğazının kartını rəhbərin əlindən Əraksi aldı. Əraksi xaindir. Bu iddialar çox gülməli və çox bəsit. Yəni, həqiqətən bu düşüncələr yalnız bir savadsız, yalnız bir düşüncə qabiliyyəti olmayan bir ağıldan çıxan bir iddialardır. Niyə? Çünki özü ancaq buna inana bilər. Təbii ki, heç kəs, heç bir kütlə, heç bir xalq, heç bir cəmiyyət, ən azından 2 xətt siyasi oxuyan, siyasi təhlillər oxuyan, siyasi araşdırmalar aparan bir insan bu təhlillərə və bu iddialara həqiqətən gülüb keçər. Həqiqət nədir? Baxın, Hörmüz boğazından ki, kontrol İran etmək istəyir. Baxın, burada 2 mühüm qeyd var. Bir, Amerikanlar iddia edirlər ki, Hörmüz boğazı azad sulardır.
Elə bir şey yoxdur. Yəni beynəlxalq sular deyil. Hörmüz boğazının suları yarı İran sularıdır, yarı Oman ölkəsinin, Oman Sultanlığının sularıdır. Yəni Hörmüz boğazında bu açıq-aşkar və qəti şəkildə bu aydındır və beynəlxalq hüquqlar baxımından da Amerikanın bu iddiası əsassızdır ki, orada beynəlxalq sular yoxdur. Sular 50% İranındır, 50% isə Oman Sultanlığınındır. Hörmüz boğazının özü beynəlxalq bir boğazdır. Beynəlxalq ticarət üçün bir boğazdır. Yəni baxın fərqi nədir? Əgər azad sular olsa, İranın heç bir hakimiyyət, heç bir idarəçilik, heç bir hüquqi baxımından iddiası ola bilməz ora. Niyə? Çünki beynəlxalq və azad sulardır. Amma elə deyil. Qismən, yəni beynəlxalq qanunda fərqli bir qanunlar olaraq İranın orada hakimiyyət iddiası, İranın orada kontrol etmək iddiası tamamilə beynəlxalq qanunlar əsasında düzgün bir addımdır. Niyə? Çünki İran sularıdır və Oman suları. Üçün 50% Omanındır deyə, Omanın da razılığı bu məsələdə həyati bir məsələ ola bilər. Vacib deyil, amma mühümdür. Qeyd edəcəm bunu niyə. Bu beynəlxalq bir boğaz olduğuna görə, niyə beynəlxalq boğazı və niyə digərlərindən fərqlənir? Məsəl üçün, Babülməndəb boğazı elədir ki, yəni bu Qırmızı dənizin cənubundan Babülməndəb boğazı bağlansa da, yuxarıdan keçid var və oradan yəni tam mühasirəyə alınmır. Amma Fars körfəzi və Fars körfəzindəki bəzi ölkələr, Kuveyt, Bəhreyn kimi, Qətər kimi ölkələr başqa bir sulara keçidləri yoxdur. Yəni onların bütün varlıqları, onların bütün ticarətləri, istər neft satışları, istər qaz satışları, istər idxal etdikləri strateji məhsulları, qida məhsulları və bütün idxal etdikləri məhsulların hamısı bu boğaza asılıdır. Ona görə bu boğaza beynəlxalq boğaz kimi, beynəlxalq bir su keçidi kimi baxmaq olar. Ki, mən orada izah etmişdim ki, bu 5-ci bənddə Hörmüz boğazının niyə adı çəkilmir və Oman dənizindən Fars körfəzinə bağlanan bir sular kimi qeyd olunmuşdur ki, İran tərəfinin tədbirləri idi. Və qanun nədir? Qanun budur ki, əgər İranla Oman bu iki ölkə razılaşsalar və bu boğazda hər hansı bir qaydalar, hər hansı bir rejim tətbiq etsələr ki, gəmilərin keçidinə, ticarət gəmilərinin keçidinə problem yaratmasın və azadlığına bir maneə törətməsə, artıq beynəlxalq arenada heç kəs, hətta 10.000 kilometr o tərəfdən durub gələn Amerika belə beynəlxalq baxımından heç bir problem yarada bilməz. Niyə? Çünki bir boğazdır ki, azad sularda deyil, iki sahili ölkə var, iki ölkənin sularıdır ki, bu iki ölkə birlikdə razılaşıblar ki, hər hansı bir şərtlər əsasında burada nəzarət həyata keçirsinlər. Oman ki, bəyanıya verir və deyir ki, biz buradan pul almayacaq keçidə görə, bu da həmən İran da bunu deyir. Xarici İşlər Naziri də bunu deyir, İranda Ali Milli Təhlükəsizlik Şurası da bunu deyir. İranda hər hansı bir hüquqi baxımından anlaşılı olan bir insan da bu sözü deyir ki, biz buradan məhz gəmi bu sudan keçir deyə pul almaq düzgün deyil və o beynəlxalq qanunlara əsasən o uyğun gəlmir. Gəlirlər o söhbəti dəyişirlər, adını dəyişirlər. Nə edirlər? Deyirlər ki, bu sulardan keçəndə bir sığorta məsələsi var, sığorta tam sığorta eləmirəm, müharibə baxımından, yəni müharibə təhlükəsizlik qorunmaq sığortası adıyla bir, iki, buradan gəmilər keçəndə onların təhlükəsizliyini qorumaq sığortadan ayrıdır, bir var sığorta ki, yəni birinci deyir ki, təhlükəsizliyi qoruyuram, iki deyir ki, əgər təhlükəsizliyi mən qoruyuram, nəsə bir problem baş versə mənim sığortam ödəyəcək, iki, üç, bu gəmilərin buradan keçməyi, buranın ekosisteminə, burada bu sularda yaşayan balıqlara, heyvanlara, canlı məxluqlara və s. Problem yaradır deyə və onları qorumaq üçün biz xidmətlər veririk, onların pulları və sizə verilən xidmətlər. Yəni bir cümlədə deyilir ki, Hörmüz boğazından keçən gəmilərə verilən xidmətlərin müqabilində pul alacaq. Heç kim sırf məhz Hörmüz boğazından keçir deyə pul alınmır heç bir gəmidən. Bu hüquqi baxımından və qanun baxımından olan bir məsələlərdir ki, indi artıq hamı bilir ki, nə mövzudur. Və Oman ki, qeyd etdi ki, biz buradan pul almağa və keçidə görə pul almağa biz burada müxalifik, tam da bu məsələdir. Amma nə baş verdi? Baxın, Doktor Qalibov və Əraqçı ki, getdilər Omana da məhz bu anlaşmanı imzalamaq üçün idi ki, iki ölkə arasında
bu rejimi həyata keçirmək üçün idi. Və orada da bəzi imzalandı və oradan çıxan müştərək bəyaniyyə də var idi. O bəyaniyəni də baxsaz, İranla Oman birgə orada bir bəyaniyyə verdilər və o bəyaniyyədə hər şeyin açıq-aşkar görünüşüdür. Məsəl üçün, bu bəyaniyədə birinci dəfə qeyd olundu ki, Hörmüz boğazının gələcəkdəki müdiriyyəti və nəzarəti və orada, yəni Hörmüz boğazında verilən xidmətlər və orada olan bəzi məsələlərə görə olan xərclər İranla Oman arasında danışılıb bir qanun tətbiq olunacaq. Yəni həmən məsələ, yəni İranla Oman oturacaqlar, müştərək bir qanun tətbiq edəcəklər və orada İranın istədiyi o tərtiblər və İranın o istədiyi strateji önəmlər də həyata keçirecək. İranın boğazla bağlı strateji yanaşmasında 4 əsas prinsip var. Yəni bu qanunlarda bu 4 əsas prinsip qorunmalıdır. Birincisi, müharibədən əvvəlki vəziyyətə geri dönüş olmayacaq. Qeyd etdiyim kimi. Hörmüz boğazı heç bir vaxt, heç bir şəkildə müharibədən öncəki vaxtda ki, oradan hərbi gəmilər keçirdi, orada bütün gəmilər nəzarətsiz, heç bir pul vermədən keçirdilər. Bu əvvəlki vəziyyət heç bir şəraitdə həyata keçməyəcək. 2. Hörmüz boğazı İran üçün gəlir mənbəyi olmalıdır. Bunun hansı ad altında həyata keçirilməsi fərqi yoxdur. Adı nə olacaq? İndi sığorta adı qoyacaqlar, xidmət adı. İran gərək Hörmüz boğazından gəlir əldə etsin. Hər bir gəmi ki, Hörmüz boğazından keçəcək, İrana hər hansı bir pulu verib keçsin. İndi adı nə olacaq? Oman bunu istəyəcək, istəməyəcək, mühüm deyil. Omanın istəməyi və Omanın əməkdaşlığı İran üçün rahatdır. Niyə? Çünki İran bir dənə gəzək Omanla imzalayacaq və beynəlxalq arenada bu sənədi təqdim edəcək. Oman istəməsə İran yenə həyata keçirdəcək. Amma təbii ki, yəni ağıl bunu tələb edir ki, əvvəl Omanla gedib imzalasınlar, hüquqi və qanuni baxımdan heç bir problem qalmasın. Amma əgər Oman bunu istəməzsə, İran öz yolu ilə ki, nə qədərsə ki, bu 120 gündə təxmini 116 gündə İran bunu qoruyubsa, bundan sonra da həmən şəkildə qoruyacaq. Yəni silahlarıyla, yəni öz hərbi gücü ilə bunu bütün dünyaya tətbiq edəcək və yaşadacaq. 3. İranın, Hörmüz boğazında İranın suverenliyi tətbiq olunacaq. Yəni nə? Bunun özü 4 hissədir. Birincisi, İran iqtisadi gəlir əldə edəcək, hansı gəmilərin zərərsiz keçid hüquqlarından istifadə edə biləcəyini İran qərar verəcək. Orada bir söz istifadə olunub, zərərsiz keçid. Bu zərərsiz keçid İran təyin edəcək ki, zərərsiz keçid nədir? İsrailə bağlı olan hər hansı bir gəmi oradan keçsə, İran üçün zərərli keçiddir bu və icazə verməyəcək. Hər hansı bir xarici ölkəyə aid olan bir hərbi gəminin oradan keçidi İran üçün zərərli keçidi, İran icazə verməyəcək. Bu İranın o prinsiplərindəndir. 3. Gəmilər yalnız İranın müəyyən etdiyi marşrut üzrə hərəkət edəcəklər. Yəni qeyd etdiyim kimi başqa yerdən keçid icazəsi yoxdur. Və indi bura çatacağım bu qarşı durmalar ilə məhz bu məsələyə görə olmuşdur. Və sonda Hörmüz boğazı və İranın lazım gəldikdə onu bağlamaq imkanının qorunması strateji prinsip olaraq saxlanılacaq. 4-cü şərt budur ki, İran hər hansı bir zamanda lazım görsə Hörmüz boğazını bağlayacaq. Necə ki, müharibədə bağlamışdı, müharibədən sonra uzun müddət bağlamışdı. Hər hansı bir zamanda İran hiss etsə ki, bir təhlükə var. Hər hansı bir zamanda İran məsləhət görsə Hörmüz boğazını bağlayacaq. Bu da İranın bu strateji maraqlarındandır ki, gərək Hörmüz boğazında həyata keçsin. Amerikanlar nə etdilər? Amerikalılar bir hiylə işlətdilər. Oman elə bir ölkədir ki, siyasi iradəsi yoxdur. Oman elə bir ölkədir ki, aslı bir ölkədir. Hərbi gücü də yoxdur, digər bir ərəb ölkələri kimi. Birləşmiş Ərəb Əmirlikləri kimi satqın olmasa da, Birləşmiş Ərəb Əmirlikləri kimi İsrailin xidmətində olmasa belə, İsrailə müxalif olsa belə, Amerikadan tabiçiliyi var, Amerikadan qorxur və aslı bir ölkədir. Amerikanlar Omanı təzyiq altına aldılar və dedilər ki, İranla bu müştərək bəyaniyədən və İranla bu müştərək qanundan çəkinməlisiniz. Omanda Amerikanlar deyir ki, mənim başqa çarəm yoxdur. İran tərəfindən təhdidi var, İran tərəfindən təzyiq var və mən bunu həyata keçirməliyəm. Mənim öz marağım yoxdur burada, mənim öz prinsipimə uyğun bir iş deyil. İranın qorxusundan bu işi görürəm. Oman Amerikalılara belə bir cavab verəndə Amerikanlar gəlib Omandan icazəsiz, Oman sahillərinə yaxınlığında bir yeni tranzit yolu açdılar, yeni bir yol açdılar və adını da qoydular Oman-Amerikan bir keçid yolu və marşrutu.
Və bütün gəmilərə elan etdilər ki, buradan keçid İranın qanunlarına ehtiyac yoxdur, buradan keçiddə heç bir pul ödəməyə ehtiyac yoxdur və sair məsələlər. Hilədir. Niyə hilədir? Baxın, gəlir memorandumu imzalayır, memorandumdan sonra və baxır ki, İranda da çox mühüm bir mövqe yaşanır və İran hal-hazırda stabillik axtarır. Niyə? Çünki gələn həftə şəhid rəhbərin dəfn mərasimidir və İran beynəlxalq səviyyədə bir dəfn mərasimi keçirilmək istəyir, möhtəşəm bir mərasim keçirilmək istəyir, tarixə yazılacaq bir mərasim keçirilmək istəyir. Hal-hazırda İrana stabillik lazımdır. Bu dönəmdə memorandumun imzalanmağından sonra ki, zənn edir ki, İran cavab verməyəcək, İran bu memorandumun pozulmamasına görə göz yumacaq, gəlir bir yol açır cənub sahillərindən, Oman sahillərindən bir marşrut açır. Və marşrut açılandan sonra İran birinci gün xəbərdarlıq verir. Deyir ki, bu memorandumun əsasında və mənim elan etdiyim qanunlara əsasən yalnız mənim elan etdiyim marşrutdan istifadə edə bilərsiniz. Gəmilərə belə bir xəbərdarlıq verir. Birinci gün Singapura bağlı bir gəmini hədəf alır. Həmən keçiddən istifadə etmək istəyəndə ikinci gün isə digər bir gəmini hədəf alır. Və bu qarşıdurmalar görürsünüz ona görə. Çünki Amerika Oman sahillərindən yeni bir marşrut açmaq istədi. İran da bunu xəbərdarlıq verdi. Gözlük etmirlər. Oradan keçən gəmiləri hədəf aldı. Amerika cavab olaraq gəldi İranda bəzi məhdud boş əraziyə raketlər atdı və dərhal İran saat keçmədən Amerikan bazalarına cavab raket hücumları həyata keçirdi. Yəni İranın o deyirlər, getdi, satdı, bu xaindir, bu belə oldu, bu hamısına cavab verilir də. İranda siyasi iradə hələ də öz qüvvəsindədir. İranda yekun qərar hələ də cavab verilməyin üzərindədir. İranda yekun qərar və İranda Ali Milli Təhlükəsizlik Şurasının ali məqamlı rəhbərin tapşırığına əsasən nəzəri və qərarı budur ki, Hörmüz boğazından lazım olan məsələləri həyata keçirəcək və icazə verməyəcək ki, ikinci bir qanun orada həyata keçsin. Yəni, heç nə dəyişməyib İranda. O, satqındır deyənlər, xaindir deyənlərin hamısına bir cavabdır ki, baxın, İran hələ də hazırdır ki, Hörmüz boğazına görə və Hörmüz boğazından keçidə görə bir daha hazırdır müharibəyə daxil olsun. İranın sözünə və İranın rejiminə diqqət etməyən, etiraz etməyən gəmiləri hələ də vurur. Amerika vuran kimi memorandumun imzalanmağına baxmayaraq İran hələ də hücum edir və cavab verir. Və o xain deyənləri, o satqınlıq olan sözlər deyənlərə İran bir növ əməldə və real həyatda da bir növ cavab verdi. Amma hələ də baxıram ki, qeyd olunur ki, bəzən xəyanət deyilənlər, gülünc bir məsələlər deyirlər. Məsəl üçün, gördüm ki, biri danışır ki, İrana soya ilə buğda verəcək Amerika, İranı təhqir edir, İranı alçaldır və İranlılar bunu qəbul edirlər. İranlılara tövsiyə edirəm ki, bu buğdadan yeməyin, çünki siz qeyrətli xalqsınız, siz yesəz bu buğdadan sizin qeyrətinizə, sizin kişiliyinizə nəsə bir problem yaradır. Bu da əsassız söhbətlərdir. Yəni, siz niyə elə zənn edirsiniz ki, İranda qanun tətbiq edən, İran İslam Respublikasını idarə edən, 40 günlük müharibədən qəhrəmancasına və başı uca çıxan İranı idarə edən rəhbərlik və Ali Milli Təhlükəsizlik Şurası və hərbi və silahlı qüvvələr niyə elə zənn edirsiniz, siz onlardan ağıllısınız? Niyə elə zənn edirsiniz ki, siz onlardan daha çox başa düşürsünüz? Niyə elə güman edirsiniz ki, siz hər şeydən xəbəriniz var? Və niyə elə bilirsiniz ki, sizdən başqa ümumiyyətlə heç kim bu məsələləri görmür? Çoxları mənə yazırlar və mən belə deyirəm ki, nə vaxtdan bəri Donald Trump'ın söhbətləri bizim üçün bu qədər etibarlı oldu? Nə vaxtdan bəri Donald Trump nə deyirsə, gördünüz, Donald Trump deyir ki, 2 aya biz çökəcəkdik bu sazişnaməni imzalamasıyla. Donald Trump deyir ki, biz İranlılara pul verməyəcəyik, 1 sent də verməyəcəyik, əvəzində buğda ilə arpa verəcəyik, soya verəcəyik. Gördünüz, Donald Trump bunu deyir. Nə vaxtdan bəri Donald Trump sizin üçün bu qədər mötəbər və bu qədər sadiq bir mənbə olub, mənə həqiqətən sualdır. Nə baş verdi? Siz nə gördünüz Donald Trump'ın söhbətlərindən, J.D. Vance'in söhbətlərindən? Hansı bir düzgün və doğru bir xəbər gördünüz ki, qərar aldınız ki, xeyr, bundan sonra Donald Trump'ın söhbətləri mənim üçün dəqiqdir, mötəbərdir, sadiqdir. Nə baş verdi? Nə oldu ki, siz Donald Trump'ın söhbətlərinə bu qədər dəqiq yanaşırsınız? Təhlillərinizi Donald Trump'dan alırsınız. Məgər o bizim düşmənimiz deyil, məgər o bizim rəhbərimizin qatili deyil, məgər o həmən kəs deyil ki, 40 günlük müharibədə elə sizlər özünüz deyirdiniz ki, Donald Trump'dan yalançısı yoxdur. Donald Trump 10 dəqiqədən bir, 15 dəqiqədən bir sözünü dəyişir. Nə baş verdi, fikrinizi dəyişdiniz? Sözləri sizə sərf edirdiyi hal-hazırda mötəbər oldu. Bu nə? Yanaşmalı.
Düşmənin psixoloji müharibəsində biz niyə oynamalıyıq? Düşmənin özü, yəni baxın, müharibə, hibrid müharibə biz deyəndə hərbi baxımından da gedir, sayberi müharibə də gedir, terrorlar da baş verir. Hər hansı bir sahədə müharibə gedirsə, psixoloji müharibəni birbaşa Donald Trump'ın özü idarə edir. Amerikanın jurnalistləri, mötəbər jurnalistləri, mən baxdım ki, CNN-də hətta Amerikanın böyük bir ekspertlərindən biri deyildi ki, elə bir vəziyyət yaranıb ki, biz gözləyirik ki, Axios bir xəbəri yayanda, biz gözləyirik ki, Təsnim, İranın Keşikçilər Korpusuna bağlı bir xəbər agentliyi. Deyir, Axios bir xəbər yayanda biz gözləyirik ki, Təsnim onu təsdiqləyəcək, yoxsa təkshibləyəcək. Amerikalıların özləri İran rəsmilərinə etimad edib, istinad edəndə, bütün dünya İranlıların rəsmilərinə baxanda biz nə baş verdi ki, elə zənn etdik ki, Donald Trump deyirsə ki, mən İrana pul verməyəcəm əvəzində buğdayla soya verəcəm, İranlılar təksib edirlərsə, nə baş verdi ki, siz elə bildiniz ki, bu həqiqətdir? İranın məsulları, İranın rəsmiləri çıxıb deyirlər ki, xeyr, belə bir hadisə baş verməyəcək. Doktor Əraksi də bunu təksiblədi, Doktor Bəqai da bunu təksiblədi, üzr istəyirəm, Doktor Qalibov da bunu təksiblədi və onları çox təhqiramiz bir ədəbiyyatla ifadə etdi Amerikanlara. Nə baş verdi ki, biz bu insanları inanmadıq və Donald Trump'a inandıq? Baxın, bu düşmənçilik edirlər. Kimlər? Həmən insanlarla ki, rəhbər buyurdu ki, bunlar məsuliyyət hissindən və bunlar ürəkdən və ixlasla gedib iş gördülər və bunlara xain deyənlərə qarşı da çıxdı. Siz həmən şəxsləri buraxırsınız, Donald Trump'ın söhbətlərini etirsiniz. Yalandır. İran nə buğda alacaq, İran nə soy alacaq, nə qarğadalı alacaq Amerikadan, heç bir şey də almayacaq. Və heç lazım da deyil ki, alsın. O ayda məsələdir. Bunu əslən mən anlaya bilmirəm ki, biz ümumiyyətlə nə üçün gərək belə bir məsələni oturub müzakirə edək? Nə üçün gərək biz gələk kimlərsə izah edək ki, filan kəs gözün dindar bilir, gəlir deyir ki, Donald Trump'ın bu sözü düzdür. Biz gərək oturaq ona izah edək ki, bu məsələ yanlışdır. Bu həqiqətən təəssüf verici bir məqamdır. Bu həqiqətən düşündürücü bir məqamdır ki, nə baş verdi ki, biz Donald Trump'ın söhbətlərinə bu qədər inandıq. İranın rəsmilərinə inanmadıq və inandıq. Deyir ki, Putin görün necə kişi adamdır, Putin filan şey dedi, amma Əraksi həmən məsələdə düzgün mövqe bildirmədi. Putin harda kişi adamdır? Putin 18-19 dənə bunkeri var. Rusiyanın hər yerində, yəni müxtəlif yerlərində yayılıb bu bunkerlər və bütün o bunkerləri eyni çertyojda, eyni ölçüdə, eyni materialdan, eyni rəngdə, hər şey eyni düzəlib ki, Putin bunkerdən çıxıb danışanda bilinməsin bu hansı bunkerdədir ki, məbada bir də ona hücum edərlər. Hələ bunkerin özündə. Gəlib bu adama biz kişi adam deyək, sonra Əraksiyə deyək ki, satqındır, xaindir. Əraksi kim idi? İranın xarici siyasətlərini təyin edən 3 nəfər adam var idi bu müharibədən öncə. Doktor Larijani idi, Doktor Xərrazi idi, Doktor Əraksi idi. Xarici İşlər Naziri idi, Əraksi oldu yoxsa başqası. Bu 3 nəfər İranın xarici siyasətlərini təyin edən insanlar idilər. Təyin edən deyəndə ki, yəni qərar alırdılar və Milli Təhlükəsizlik Şurasına göndərdilər. Orada əgər səlahiyyəti və o qərarlar təsdiqlənsin, səs gəlsiydi, gedirdi ali məqamlı rəhbərə, ali məqamlı rəhbər onu imzalasıydı, etibarlı olurdu. Amma İran xarici siyasətində yəni 3 dənə mühüm insan var idi. Larijani şəhid oldu. Niyə? Çünki Amerikanlılar müharibənin əvvəllərində başa düşdülər ki, müharibədən qalib çıxmayacaqlar. Diplomatik başladılar İranlılar mesaj göndərmək ki, müharibəni bitirsinlər. İsrail bunu anladı, şəhid Larijanini şəhid etdi. Şəhid Xərrazini şəhid etdi, bir dənə Əraksi qaldı. Əraksi İnqilab meydanında çıxırdı cəmaatın içində, bunkerdən qıraqda, sığınacaqdan qıraqda. Neçə dəfə Əraksini terror listində İsrail ilə Amerika çıxartdı və göstərdi. Neçə dəfə təhdid etdilər onu. Bu adam bunkerə getmədi, xalqın arasındaydı, öz işindən geri çəkilmədi. Bu adama biz xain deyək, bu adama biz satqın deyək ki, Putin kişi adamdır, sığınacağa, 19 dənə, 18 dənə ilə sığınacaq düzəldir. Bu hansı ədalətdir, bu hansı İslama əsasəndir. Və söhbətlərimi də bitirməmişdən öncə bir çox mühüm bir bəyaniyyə var, onu istədim sizə açıqlayım. Keşikçilər Korpusundakı ali məqamlı rəhbərin nümayəndəsinin bir söhbəti var idi. Və Hacı Sadiqli, cənab Höccətülislam vəl Müslimin Hacı Sadiqli, bu şəxs kimdir? Ali məqamlı rəhbərin Keşikçilər Korpusundakı nümayəndəsi. Yəni, rəhbərin ikinci mühüm qurumda, birinci Ali Milli Təhlükəsizlik Şurasını biz bilsək, ikinci Keşikçilər Korpusudur. Ali məqamlı rəhbərin ikinci ölkənin həssas yerindəki nümayəndəsi və Keşikçilər Korpusundakı ikinci mühüm adam. Birinci Keşikçilər Korpusunun baş komandiri, ikinci rəhbərin nümayəndəsidir. Yəni,
Görün necə bu adam kritik və necə həssas bir yerdədir, necə mühüm bir insandır və bu insan rəhbərin nümayəndəsidir. Nümayəndə nə deməkdir? Fiqhi baxımından da, İslami baxımından da, hüquqi baxımından da, siyasi baxımından da baxsaq, nümayəndənin sözü həmən adamın öz sözünü əks etdiricisidir. Rəhbərin nümayəndəsinin sözü rəhbərin sözü kimi qələmə alınır. Bunu hər hansı bir baxımından istəsək araşdıra bilərik. Necə ki, imamlarımız da öz nümayəndələrinin sözünü öz sözləri bilmişlər. Biri gəlir İmam Sadiq əleyhissalama yaxınlaşır və Zürarəni dəqiq xatırlamıram, hardasa İmam Sadiq əleyhissalam öz nümayəndəsi kimi göndərmişdir. Gəlir və Zürarənin siyasətlərinə və ya bəzi qərarlarına etiraz bildirir İmam Sadiq əleyhissalama. Deyək, sizin nümayəndəniz burada belə bir qərara bildirib. İmam Sadiq əleyhissalam həmən şəxsin cavabında buyurur ki, Zürarə mənim nümayəndəmdir və onun sözü mənim sözümdür. Nümayəndənin sözü həmən insanın sözüdür. Keşikçilər korpusundakı ali məqamlı rəhbərin nümayəndəsi buyurur ki, İnqilabın ali rəhbəri eyni zamanda çox uzun bir yazıdır və inşallah onu tam şəkildə tərcümə edib. Bunlar Xəbər Telegram kanalında da yerləşdirərik. İnşallah vaxt eləsəz onu oxuyasınız. İndi bəzi müəyyən hissələrini demək istəyirəm. Orada bir deyir ki, İnqilabın ali rəhbəri eyni zamanda danışıqları aparan məsul şəxslər barədə 3 məqami xüsusi vurğulayıb. Onlar bu sahəyə xoş niyyətlə, səmimi qayğı hissi ilə və böyük zəhmət sərf edərək daxil olublar. Bu danışıqlar əsasında daxil olan məsul şəxslər haqqında bu ki, rəhbər bu şəxsləri 3 xüsusiyyətlə vəsf edir. 3 xüsusiyyətlər nədir? Birincisi, xoş niyyət, səmimi qayğı hissi və böyük zəhmət sərf ediblər bunlar. Bu danışıqları aparan, bu memorandumu aparan şəxslər haqqında ali məqamlı rəhbərimizin düşüncəsi bu 3 xüsusiyyətdir. Buna görə də həmin şəxsləri xəyanətkar adlandıran və ya onlara əsassız ittihamlar yönəldənlər inqilab rəhbərinin təsvir və yanaşmasına zid hərəkət etmiş olurlar. Həmən şəxslərə deyirəm, siz Qalib Afar xəyanətkar deməklə, siz Əraksiyə xəyanətkar deməklə ali məqamlı rəhbərin sözlərinə qarşı çıxıbsınız və onun sözlərinə və onun tapşırıqlarına zid çıxan insanlarsınız siz. Əgər bilmədən bu işi görübsə kimsə istiğfar etsin, tövbə etsin və əgər kimsə bilərəkdən edibsə, artıq digərləri və insanlar və izləyənlər baxsınlar ki, bunlar ali məqamlı rəhbərin yanaşmasına və təsvirinə zid çıxan insanlardılar. Mənim dediyimə görə deyil. Həmən rəhbərin keşikçilər korpusundakı nümayəndəsinin sözünə görə. Və danışıqlar mövzusunda belə bir məqam da bildirib. Bu gün də bizim mövqeyimiz ali rəhbərin mövqeyi ilə eynidir. Keşikçilər korpusundan deyir bu söz. Həzrət buyurmuşdu, əslində prinsipə əsasən mənim başqa bir baxışım var idi. Bu prinsiplər, o rəhbər ki buyurmuşdu, prinsipə əsasən mənim fikrim başqa idi, onu izah edir. Çox mühümdür, bunu xahiş edirəm, diqqətlə dinləyin. Bu prinsiplər Quran-ı Kərimdən qaynaqlanan əsaslardır. Haqq cəbhəsi ilə batil cəbhəsinin barışmazlığı, düşmənə etimadsızlıq və danışıqlara yalnız güc mövqeyindən daxil olmaq həmən prinsiplərin əsasını təklif edir. Yəni baxın, ali məqamlı rəhbər ki buyurur, mən prinsipə əsasən başqa bir qərarım var idi. Yəni Quran-ı Kərimin buyurduğu prinsipə əsasən və bu prinsiplər budur ki, ümumiyyətlə biz haqla batilin arasında heç bir barış olmamalıdır və güc mövqeyindən danışmaq lazımdır və düşmənə etimadsız olmaq lazımdır. Bu prinsiplər ümumiyyətlə tələb edir ki, bu prinsiplər ümumilikdə, yəni məhz bu məsələdə deyil, ümumilikdə bu prinsiplər bunu tələb edir ki, danışıqlar olmasın və düşmənlə heç bir danışıq olmasın. Amma hal-hazırdakı mövqe və hal-hazırdakı siyasət başqa şey tələb edir deyə ali məqamlı rəhbər icazə verir buna. Və bir digər məsələdə buyurur ki, İran İslam Respublikası heç vaxt danışıqları əsas stratejiya hesab etməyib və bundan sonra da müqavimət, dirəniş, cihad və Hüseyni hərəkatı öz əsas yolu kimi görür. Bununla yanaşı, mövcud imkanlardan istifadə etməkdən də yayınmayacaq. Doktor Qalibafın da dediyi məsələ idi. Dedi ki, mən diplomat deyiləm, mən hərbçiyəm. Öz ədəbiyyatımla danışacağım bunlarla. Nə qədər ki, hal-hazırda da Hörmüz boğazında da həmən güclə danışırlar. Yəni danışıqlara gedir. Amma danışıqlarla düşmənə heç bir imtiyaz verilmir. Danışıqlara gedir, memorandum imzalanır, amma ölkənin bütün hesabatı onun üstündə getmir.
imzalandı, baxır və o imzalanmaqdan da bəzi imtiyazlar əldə edəcək, amma əsasən İranın yenə də prinsipi, yenə qeyd edirəm, doktor Qalibafın bir tweetindəki memorandum imzalandan sonra buyurur ki, müharibənin qalibi o kəsdir ki, növbəti müharibəyə daha güclü hazırlansın. Doktor Qalibafın strateji müşavirindən soruşdum. Dedim ki, sizin nəzəriniz hal-hazırda elə bir şəxs ki, İslamabaddakı danışıqlarda da iştirak etmişdi, Sveçriyada olan danışıqlarda da iştirak etmişdi və doktor Qalibafın strateji müşaviridir. Dedim, sizin nəzərinizlə, sizin düşüncənizlə və yekun qərarınız və sizin hal-hazırda anladığınız budur ki, bu memorandum nəyə səbəb olacaq? Açıq-aşkardır ki, biz hal-hazırda, mənə özümə aldığım cavab, biz hal-hazırda növbəti daha geniş miqyaslı müharibəyə hazırlaşırıq. Memorandumu imzalamaqla bloklanmış pulları azad edəcək, onunla lazım olan ərzaqları əldə edəcək, lazım olan resursları silahlı qüvvələrin ixtiyarında qoyacaq və s. Dənizdəki olan o mühasirəni aradan götürəcək, onunla da bir nəfəs açacaq və s. Livan məsələsinə çatanda deyirlər ki, Livanı İran satdı. Livanda İran o qayda və filan deyirlər də Livan məsələsini, amma çox da manevr verə bilmirlər. Bilirsiniz niyə? Çünki Şeyx Nəsim, Livan cəbhəsinin rəhbəri açıq-aşkar bu memorandumdan himayət etdi. Açıq-aşkar bu memorandum imzalanandan sonra doktor Qalibafa bir məktub göndərdi və təşəkkür etdi və öz xalqına müraciətində deyir ki, bu memorandumun imzalanması düşmənin məğlubiyyəti, İranın və bu haqq cəbhəsinin qələbəsidir və bir nemətdir. Şeyx Nəsim, Livan cəbhəsinin komandiri bu memorandumun imzalanmağından dəstəkləyirsə, artıq kimsə əl qollarını bağlayırdı, onlar gəlib Livanı bəhanə edib çox da burada manevr verə bilmirlər. Və ya əsasən sual budur ki, bəs niyə İran daxilində belə fikir ayrılmaqları var, bəs niyə İran daxilində fikirlər başqa tərəfə yönəlir və s. Baxın, açıq-aşkar deyim, İranda bundan öncə iki cəbhə var, iki partiya var idi, iki düşüncə. Bir islah tələbləri, iki qərb yönümlü insanlar, iki usulgəra deyilənlər və inqilaba və keşikçilər korpusuna və müqavimətə daha yaxın olan partiya idi. Və hamı elə zənn edir ki, hələ də bu iki partiya var. İslah tələblər memorandumu təsdiqləyirlər və tərəfdardılar, usulgəralar isə deyil. Hal-hazırda İranda daxili vəziyyət elə deyil. İranda hal-hazırda üçüncü bir partiya yaranıb. Yəni islah tələblər ki, hal-hazırda Pezeşkiyan və onun bütün dövləti də onlardandır. Tam dövlətini demək olmaz. Çünki rəhmətli təhlükəsizlik naziri Hüccətülislam Xətib onlardan deyil idi və şəhər rəisinin də zamanında həmən mövqedə idi, həmən təhlükəsizlik şurasının təhlükəsizlik nazirində idi və bir neçə digər şəxslər. Hal-hazırda islah tələblər var. Usulgəralar var ki, həmən o dediyim düşüncələrdir. Üçüncü bir düşüncə yaranıb, partiya var ki, bunlar bir 12 il bundan öncə təxminən yarananlardılar və hal-hazırda da biraz sözləri var. Niyə? Çünki televiziyada biraz nüfuzları var deyə öz səslərini daha çox insan çatdıra bilər. Onlar deyirlər payidari cəbhəsi. Bu payidari cəbhəsi ki, xüsusilə də hal-hazırda heç bir vəzifələr də yoxdur. Yalnız bir neçə deputat, yəni parlamentdə bir neçə deputatları var və bu şəxslərdirlər hal-hazırda ölkənin bir-birinə vuranlar və bunlardılar xəyanət damğası vuranlar, bunlardılar gəlib sirli məktubları ifşa etməklə kimlərsə pis adlandırmaq istəyənlər. Məsəl üçün neçə deputatlar ki, səhərdən axşama kimi qırğın salmaqsılə, dava salmaqsılə və deyirlər ki, xəyanət olub və rəhbərin söhbətində ki, birliyə işarə edir, rəhbər buyurur ki, birləşmək lazımdır, onu eşitmirlər. Rəhbərin söhbətində ki, buyurur, mən icazə verdim, eşitmirlər. Rəhbərin bu üç vəsfi ki, bu danışıqlara gedən və bu məsul şəxslər haqqında deyir, eşitmirlər. Yalnız deyirlər ki, rəhbər buyurur ki, mən müxalifəm, məni məcbur etdilər və məni tək qoydular burada. Belə bir şeylər deyirlər, təhrif edirlər rəhbərin sözlərin və bu həmən insanlardılar. Yəni elə deyil ki, İranda bütün inqilaba yönlü insanlar bu düşünürlər. Bir partiyadır və bunu deyim sizə ki, ümumiyyətlə partiyalarda biz Azərbaycanlılar üçün partiyanın nə olduğu və partiyanın ölkədəki nə qarışıqlar yarada bilməyi biraz yad məsələdir. Çünki Azərbaycanda ümumiyyətlə partiya yoxdur. Yəni aydın məsələdir. Amma Türkiyədə görübsünüz, başqa yerlərdə görübsünüz. İranda da partiyalar var və hansısa bir partiya çıxıb qışqır bağır salanda, hər hansısa bir partiya çıxıb ölkənin mühüm qərarlarına qarşı çıxanda bilin ki, bu bir mənası var. Mənim bu payım azdır, mən daha çox pay istəyirəm. Mənə daha çox pay verin ki, mən susum. Yəni, bundan başqa mən bir şey başa düşməm bunların bu dava qırğınlarından və niyə ölkənin rəsmiləri və ölkənin başçıları bunlara qarşı bir tədbir görmürlər? Çünki ölkə hal-hazırda dediyim kimi stabilliyə ehtiyacı var.
qeyd etdiyim kimi ölkə hal-hazırda böyük və tarixi bir dəfn mərasiminə hazırlaşır və ona görə hal-hazırda mənim anladığım budur ki, mühüm bir tapşırıqlar var ki, ölkədə stabillik gərək qorunsun. Və ondan sonra nələr olacaq inşallah hamımız baxacaq. Yəni bu partiyanın bu söhbətlərini və xaricdən baxan bir insan belə başa düşə bilər ki, daxildə böyük bir xaos var, daxildə böyük bir parçalanma var. Xeyr, bir müəyyən partiyadır ki, çıxıb və bəzi hay-küylər salır və amma elə deyil. Yəni ölkədə hələ də birlik var, ölkədə hələ də həmən o hamı, bütün yəni qurumlar, bütün sistem, bütün silahlı qüvvələr, dövlət, parlament, digər hamısı birbaşa rəhbərə tabedirlər və rəhbərin tapşırığından da heç kim çıxmır çölə və bütün xalq. Yəni bu da ciddi bir məsələ deyil. Deyirlər ki, etirazlar var, 2 dəstəlik var. Mən o nigaran olan əzizlər üçün deyirəm ki, bütün bu xalqca hal-hazırdan arasılıqlar var. Rəhbərin bir kəlməsinə bağlıdır. Rəhbər bir kəlmə buyursa, hər şey həll olacaq və heç bir narahat olası bir məqam yoxdur burada. Amma bəziləri gəlib görürlər ki, General Qani, Müqavilə Cəbhəsinin komandiri və böyüyü. Baxırlar ki, Seyyid Məcid Musəvi, Keşikçilər Korpusunun hava kosmik komandiri. Baxırlar ki, General Abdullahi, Xatəmlənbiya qərargahının komandiri ki, Ali Milli Təhlükəsizlik Şurasında da hal-hazırda silahlı qüvvələrinin başçısının əvəzində iştirak edir. Çünki silahlı qüvvələrin başçısı Şəhid Musəvi, bu digər General Musəvi idi ki, şəhid olandan sonra hələ elan olunmayıb deyə Xatəmlənbiya qərargahının baş komandiri Ali Milli Təhlükəsizlik Şurasında iştirak edir. Baxırlar bunlar, General Vəhidi, Keşikçilər Korpusunun baş komandiri. Baxırlar ki, bunların hamısı, bunlar ki deyirəm, hamısı diplomatiyanı himayə ediblər. Bunların hamısı bu məhsullara dəstək veriblər və bu ölkədə xaos yaratmaq istəyənlərə və bu ölkədə xəyanət adı vermək istəyənlərə qarşı çıxıblar deyə həyasızcasına başlayıblar onlara qarşı da sözlər demək ki, onlar qorxaqdırlar, onlar saziş edirlər, onlar belə edirlər, elə edirlər. Həmən şəxslərə deyirəm, istər Rusiyada olsun, istər Azərbaycanda, istər İranda, istər hər hansı bir yerdə. Getsinlər Bəndər-Əbbasa, getsinlər Hörmüz adasına, getsinlər Qışm adasına, 50 dərəcə istidə, getsinlər o rütubətli havada ki, yəni orada 5 dəqiqə, 10 dəqiqə çöldə qalmaq belə çətindir. Getsinlər orada silahlı qüvvələrinin yanında dursunlar və xidmət etsinlər də. Oturublar burada rahat öz evlərində kondisionerin altında və fikir bildirirlər ki, yox bu filankəs xəyanətkardır, filankəs saziş edir, filankəs qorxaqdır. Gedin bu raket şəhərlər ki, yer altındadır. Gedin 30 gün, 40 gün orada qalın, ailədən xəbərsiz, heç kəsdən xəbərsiz. Xidmət edin də. Tehranda oturub, ya Bakıda oturub, ya Qumda oturub, ya Rusiyada oturub. Niyə etiraz edirsiniz? Gedin onlara xidmət edin də. Şərait də var. Hər kim gəlsə burada, biraz müraciət etsə, gedib Qeşmə, Larək adasına, nə bilim, Bəndər-Əbbasa gedib çıxa bilər də. Burada nə problem var ki? Niyə gedmirsiniz? Oturub rahat evinizdə silahlı qüvvələrə, 40 gün canlı əlində alıb vuruşanlara qarşı etiraz edirsiniz. Kimsiz ki, gəlib onlara qarşı etirazınızı edirsiniz və belə etiraz edin, tənqid edin, amma təhqir əsla, töhmət əsla, heç kimin haqqı yoxdur. Baxın, gələk axıra qədər gedirdi. Bəs nə olacaq? Yaxşı, saziş olmaydı, imzalamaydı, memorandum imzalamaydı. Nə baş verəcək? Alternativiniz nə idi? Deyək ki, Donald Trump demişdi ki, 2 ay biz onsuz çökəcəkdik, əgər bunu imzalamasıydı. Birincisi, Donald Trump'ın söhbəti nə vaxta qədər, qayıdıram həmən söhbətə, Donald Trump'ın sözü nə vaxtdan bəri bu qədər sizin üçün etibarlı olub? Nə vaxtdan bəri Donald Trump'ın sözünə bu qədər siz inanırsınız? İkinci, bu 2 ayda nələr baş verəcəkdir? Siz bunu düşünübsünüz. Bu 2 ayda yəni Donald Trump oturacaqdı və baxacaqdı ki, 2 aydan sonra bunlar məhv olsunlar. Ya infrastruktur müharibəsinin başlayacaqdı. Ölümdiri müharibəsinin başlayacaqdı. Özü ölməkdənsə deyəcəkdi ki, ölümdiri müharibəsinin başladı. 2 ay deyir, indi 70 neçə dollara düşüb neft. Bilirsiniz niyə? Amerika neftin qiymətini salmır. Hal-hazırda neftin qiyməti salan Çindir. Çin hal-hazırda ki, Hörmüz boğazı İranın şəraiti ilə açılıb, neft tələbatını bazardan yığışdırır və neft almır. Tələbat azalsın və neftin qiyməti düşsün deyə. 2 ay Amerika çökəcəkdi, bəli, amma ondan öncə Hindistan çökəcəkdi, ondan öncə Avstraliya çökəcəkdi, ondan öncə Yaponiya çökəcəkdi, ondan öncə Çin çökəcəkdi. Siz istəyirsiniz ki, İran gəlsin və elə bir hadisə yaratsın ki, dünyada beynəlxalq bir koalisiya yaransın və İranın üstünə gəlsinlər və İrandan bir xarabalıq qoysunlar. İran əgər o diz çökülməni istəsiydi, öncəki söhbətdə də qeyd etmişdim. 40 günlük müharibədə də Babül-Məndəbi vurmaqla, Ərəbistanın neftini vurmaqla, Fuceyləni vurmaqla, Ommanın neftini vurmaqla edə bilərdi. Ommana İran icazə verdi ki, neft satsın. Fuzeyliyə son bir aydan öncəyə kimi icazə verdi ki, neft satsın. Ərəbistana Qırmızı dənizdən axıra qədər icazə verdi ki, neft satsın, Babül-Məndəbi bağlamasın.
beynəlxalq koalisiyanın yaranmamağı Donald Trump'ın əsas məğlubiyyətlərindən də biri budur. Strateji məğlubiyyətlərindən də biri nədir? NATO gəlmədi, Avstraliya gəlmədi, Yaponiya, Koreya gəlmədi. Koalisiya yaradıb İranın üstünə gəlməsi də o koalisiyanı yarada bilmədi. 2 ay gözləsin ki, o koalisiya yaransın İrana qarşı. Baxın, İranda şəhid rəhbərimizin, hətta İmam Xumeyninin və ali məqamlı rəhbərimizin əsas hədəfləri nədir? Bu ölkədə əsas hədəf, 2 əsas hədəf var. 1. İran İslam Respublikasını qorumaq, varlığını, İranı İran olaraq ərazi bütövlüyünü qorumaq və buradakı hakimiyyətdəki İslam Respublikasını qorumaq. 2. Bu, İranın yolunun davam etdirməyi və yolundan, inkişafından dayanmaması. Bu, əsas 2 məsələ var. Ölüm-dirim müharibəsi başlasın və infrastruktur müharibəsi başlasa, İran nə qədər ki, 50 il qabağa arxaya düşəcək. İran inkişafı dayanacaq. Bu, o demək deyil ki, biz o hücumdan qorxub təslim olaq. Əsla o mənada deyil. Baxın, dünyada siyasi iradəsini təsbit edən, məsəl üçün Sovetə baxaq 2-ci Dünya müharibəsində, ya hətta bu müharibəyə baxaq. Şəhid rəhbərimiz nələr etdi? Ommana göndərdi əraksini danışıqlara. Əlindən gələni etdi ki, müharibənin baş verməsinin qarşısını alsın. Müharibənin baş verməsi müharibədir. İtkilər var, ziyanlar var, ölkə dağılır, ölkənin iqtisadiyyatı, ölkədə şəhidlər olur və filan. Müharibənin qarşısını almaq üçün əlindən gələni etməlisən. Təbii ki, sənin o milli təhlükəsizliyinə və sənin milli mənafeyinə zidd olmayan bir işlərdən deyirik də, yəni. Əlindən gələni edib müharibənin qarşısını almalısan. Necə ki, şəhid rəhbərimiz də bu işi gördü. Amma əgər qarşısını ala bilmədin və müharibə səni sürükləndirsə, onların hamısını qırağa qoyub kişi kimi mübarizə aparmalısan. Sonuna qədər də mübarizə aparmalısan. Necə ki, İran etdi və 40 gün bunların başında əsdi. 20 Amerika bazasını bu regionda məhv etdi, yerlə işsan etdi. Əgər müharibə sürüklənirsə, müharibədən qaçmaq yolu yoxsa və qaçılmazsa, qoyursan qırağa hər şeyi, əlindən gələni edirsən və vuruşursan. Amma əgər qarşısını ala bilərsənsə, siyasətlə, tədbirlə müharibənin qarşısını almalısan. Bir istat deyim sizə. 1988-ci ildə Hörmüz boğazının üzərindən Qəşm adasının yaxınlığında İranın bir uçuş samolyoti vuruldu Amerika tərəfindən. Dinc əhali idi, yalnız adi bu təyyarə idi. 290 sərnişin var idi, hamısı sivil insanlar idi. Deyirəm də adi bir təyyarə idi, İran Air'in adi bir uçuş idi. Və həmən zamanda İranın rəhbəri İmam Xumeyni idi və İranın prezidenti Şəhid İmam Xamenei idi. Baxın. Heç bir İran, kimsə deyə bilməzsə, filan kəs var idi, qoymadı, bəhəmən kəs var idi, qoymadı. Rəhbər İmam Xumeyni idi, prezident də Şəhid İmam Xamenei idi. İranın təyyarəsini Amerika vurdu, amma İranın həmən vaxtı kifayət qədər gücü yox idi. İran həmən vaxtı Amerikada müharibəyə daxil olmağa gücü yox idi. Müharibədən, bilməm, çıxmışdılar, müharibə bitmişdi yoxsa yox, yəqin ki, bitmişdi. Və İran yalnız BMT-yə getdi, şikayət etdi, məhkum etdi və beynəlxalq arenada hüquqi baxımından bu məsələni araşdırdı. Heç bir hərbi cavab vermədi. Niyə? Çünki həmən vaxtı müharibənin qarşısını almaq lazım idi. Lazım olsa bir dəfə də məhz bundan danışaram ki, nə qədər olub ki, İranı müharibəyə sürükləmək istəyiblər, Şəhid İmam Xamenei bunun qarşısını alıb və qoymayıb ki, İran müharibəyə daxil olsun. Bir dəfə götürüb Pakistanla az qala müharibəyə daxil olaydı. Qoymadılar. Şəhid rəhbərimiz qoymadı. Yəni müharibədən qaçmaq lazım. Müharibədən qaçmaq lazım deyil. Müharibədən çəkinmək lazım. Müharibənin qarşısını almaq lazım. Amma əgər müharibə sürüklənirsə, artıq dayanıb vuruşmaq lazımdır. Bu da həmən məqamdır. Baxın, 40 gün İran vuruşdu. 40 gündə çox böyük bir qələbə əldə etdi. Strateji baxımından o qədər qələbələr əldə etdi ki, sayı hesabı yoxdur. Hörmüz boğazı olsun, koalisiya yaranmaması olsun, İranın etibarının qalxmaq olsun, müqaviməət cəbhəsinin birləşməyi və. Ki, hamınız bunu məndən də daha yaxşı bilirsiniz və dəfələrlə danışmışıq bu 4 ayda bunların hamısını. 40 gün vuruşub çox gözəl bir məqamda bu müharibəni bitirə bilərsə, 40 gündən sonra yuxarı əldən dayanıb imzalatdıra bilərsə, sazişnaməni öz xeyrinə, niyə gəl davam etsin? Bəlkə 5 gün sonra dəyişdi və Amerika üstün əli tutdu. Ola bilər də, müharibədir. Yəni, qalib kimi bu müharibədən çıxa bilərsənsə, ziyanların qabağını ala bilərsənsə, qalib kimi çıxıb, qarşı tərəfi təhqir edə bilərsənsə, qarşı tərəfə istədiyin qanun şərtləri qabağına qoyub imzalatdıra bilərsənsə, niyə bu işi görməyəsən, niyə müharibəni davam etdirəsən? Şəhid rəhbərimizin qanun qisası, əlbəttə ki, şəhid rəhbərimizin qanun qisası alınmalıdır, amma şəhid rəhbərimizin qanun qisası öncədən qeyd etdiyim kimi və dəqiq əminəm ki, siz də mənimlə bu məsələdə həmfikirsiniz ki, şəhid rəhbərimizin qanun qisası hansısa hərbi bazanın dağılmağı ilə deyil, hansı gəminin batmağı ilə deyil. Şəhid rəhbərimizin qanun qisası hal-hazırda İsrailin məhvidir. Amerikanın regionundan tam şəkildə çıxmasıdır.
Livan xalqının öz ərazilərinə geri qayıtmağıdır. Fələstinin azad olmağıdır. Və bunlar da bir prosesdir. Bunların hamısı müharibə ilə 1 ay, 2 ay, 3 ay müharibə ilə baş verən bir məsələ deyil. Bunlar hamısı zamanla bir prosesdir ki, 7 oktyabr onun bir hissəsi idi, 12 günlük müharibə onun bir hissəsi idi, 40 günlük müharibə onun bir hissəsi idi və davam edəcək bu mübarizə. Heç vaxt da dayanmayacaq. Amma bu müharibəni burada yaxşı qutara bilərsənsə, nə üçün gəlib davam edəsən və daha çox infrastrukturun hədəf alınsın? Bu məntiq deyil, bu siyasət deyil və bu düşüncə ilə ölkə idarə etmək olmaz. Əziz izləyicilər, bu qədər də inşallah ki, faydalı olmuş olar. Əgər bəyəndinizsə, digərlərinə paylaşmaqla və tövsiyə etməklə bizə dəstək ola bilərsiniz. Növbəti bir görüşə qədər sizi böyük və mehriban Allaha tapşırıram. Sağ olun, Allah'a emanet olun.